Azərbaycanın bu köhnə 1000 manatı hal-hazırda ölkə daxilində və xaricində neçəyə satılır? Bu videoda sizə 2007-ci ilə kimi rəsmən tədavüldə olmuş Azərbaycanın köhnə əskinazı barədə danışacağam. Bu əskinazlar ilk dəfə Milli Bank tərəfindən 1993-cü ilin mart ayında dövriyyəyə buraxılıb və rəsmən 2007-ci ildə tədavüldən çıxarılıb. Əskinazları Fransanın Mərkəzi Bankı çap edib. Dizayneri Azərbaycanın görkəmli xalçaçı rəssamı Eldar Mikayılzadədir. Maraqlı bir fakt. O gördüyü bu işə görə almalı olduğu pulu Dövlət Müdafiə Fonduna ianə etmişdi. 125-in 60 mm ölçüdə olan əskinazın üst tərəfində Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin önə baxan portreti, yuxarıda Azərbaycan Milli Bankı yazısı, ətraflarda nominal qiymət, eləcə də mərkəzdə haşiyənin içində böyük yazı ilə 1000 manat qeyd olunub. Sol yuxarı, sağ aşağı künclərdə isə seriya nömrələri əksini tapıb. Arxa üzündə isə ornamental haşiyədə yazı və rəqəmlə 1000 manat qeyd olunub. Əskinazın 3 alov şəklində olan watermarkları da var. İndi isə keçək əsas məsələyə. Əvvəl yerli bazardan başlayaq. Bu köhnə əskinazın alqı-satqısı əsasən numizmatik və antik əşya dükanlarında, bit bazarında, kolleksiyaçılar qruplarında həyata keçir. Qiymətlərə iki amil təsir edir. Onun çap olunma və saxlanma vəziyyəti və unikal seriyaya malik olub-olmaması. Adi seriya nömrəli, dövriyyədə olmamış ideal vəziyyətdə olan əskinazın qiyməti 15-20 manat arası dəyişir. Yaxşı vəziyyətdə olanlar 10-15 manat civarındadır. Aşınmış, solmuş, ortadan da aşağı vəziyyətdə olanlar isə 5 manatdan da ucuz qiymətə satılır. İndi isə eBay-dəki onlayn həracılarla tanış olaq. Dövriyyədə olmamış ideal vəziyyətdə olan 1993-cü ilin bu nümunəsi iyunun 5-də 20 dollara bizim pulla 34 manata satılıb. Orta vəziyyətdə olan bir qədər rəngi solmuş bu nümunə isə mayın 20-sində 12 dollara, təxminən 20 manata satılıb. Pullar kanalına abunə olmağı unutmayın.